Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Xırdalanda mərkəzi yola yaxın, bax belə üstün avesli, geniş bir həyətli, 6 qarajlı, 2 mərtəbəli həyət evi satışdadır. Yəni yuxarıda ev 4 otaqdan ibarətdir. Yuxarıda 3 otaq kuxna, hamam, tualet, aşağıda da bax bu hissədə mətbəxi, bir otaq və qardırop yerdə düzəldilibdir. Əlavə olaraq bax belə bir evin üst görünüşünü bir daha göstərim. Bax bura qaraj hissəsidir. Belə bir həyəti var. Həyətində də ayaq yolu var. Həyətinə 3-4 maşın rahatlıqla yerləşir. Kanalizasiya sistemi mərkəzi, kommunal xətlərin hər biri var. Bura həyətdə yerləşən belə deyək, ayaq yolu düzəldiliblər. Həyətdə su kranı var. Yaşayışlı evdir. Evin də torpağın da sənədləri var. Çıxarış mülkiyyətdir, fərdi yaşayışdır. Və evin qaraj hissəsini göstərim. İstismə sistemi kombi sistemidir. Bura qarajıdır. Göründüyü kimi müəyyən əşyalar qoyulubdur qarajına. Və burada da belə bir evin banka balon, nəsə müəyyən əşyaları da yerləşdirmək üçün yer saxlanılıbdır. Ev tam təmirli vəziyyətdədir. Qeyd etdiyim kimi şəxsi evdir. Sahibi tərəfindən satılır. Mesela evin bax bu birinci hissə mərtəbəsində. Birinci mərtəbəsini çək. Birinci mərtəbədə bax düzəldilən bir yer. Bura mətbəxi. Gördüyünüz kimi mətbəx mebeldə yığılıbdır. Xaladenik var. Ev onu qeyd edim ki, əşyaları ilə də satılır. Müəyyən bir əşyaları, cüzi bir əşyaları götürmək şərti ilə. Burada isə bax bir otaq. Demək olar ki, evdə də daimi bu hissədə daha çox istifadə edirlər. Əşyalar da göründüyü kimi yenidir. Buradan mətbəxi yenə qeyd edeyim ki, çıxışda mətbəxidir. Burada da bax belə bir qardırop yeri saxlanılıbdır ki, müəyyən paltarları da asmalı eləmək bax belə yer saxlanılır. Müəyyən yük əşyaları da yığmaq üçün yer saxlanılıbdır. Birinci mərtəbə ilə tanış olduq, indi isə ikinci mərtəbəyə qalxaq. İkinci mərtəbədə böyle bir dəhlizi, dəhlizdən sol tərəfdə zal otağı yerləşir. Geniş bir zal otağı. Burada bir yataq otağı. Onu da qeyd edim ki, evi əşyaları ilə də birlikdə satılır. Müəyyən əşyalar, bəzi əşyalar yəni götürüləcəkdir. Keyfiyyətli taxta qapılar qoyulubdur. Bir daha qeyd edim ki, şəxsi evdir, sahibi tərəfindən satılır. Evində torpağında sənədləri var. Burası isə ikinci bir yataq otağı. Ümumi üçüncü bir otaq. Tam təmirli vəziyyətdədir göründüyü kimi. Otaqların da qapıları dəhliz açılır. Burası isə mətbəxi, ikinci mərtəbədə. Geniş bir mətbəxi var. Göründüyü kimi də mətbəx mebellər də yığılıbdır. Çox gözəl. Burası isə ikinci mərtəbədə yerləşən hamam otağı. Metla kafeli, duş kabini də var. Evin başlanğıc qiyməti 150.000 manat, 145.000 manat deyilir. Real alıcıya endirim olunacaq. 145.000 manat və real alıcıya endirim olunacaqdır.